Bu videoda başqalarını necə dəyişmək mümkündür mövzusunda danışacağıq. Çox zaman başqalarından gözləntilər umuruq ki, onlar dəyişsinlər. Həm bizə qarşı olan münasibətlərində, həm də öz həyatları ilə bağlı qərarlarını müdaxilə edirik. İstəyirik ki, onlar tamamilə dəyişsinlər, lakin bunu elə bir şəkildə edirik ki, bəzən insanların sərhədlərinə müdaxilə etmiş şəkildə olur. Bu isə başqalarını idarə etməyə səbəb olur, hansı ki, artıq münasibətlərdə aqressiyaya və anlaşılmazlığa səbəb olur ki, mən istəyirəm sözü ilə əgər başlayırıqsa, deməli burada biz başqalarının istəkləri və gözləntilərini artıq göz ardı etmiş oluruq. Lakin bu rollarından asılı olmayaraq bizim münasibətlərimizdə problemlər yaradır. Sadəcə bizim istədiklərimiz olmalıymış kimi görünür kənardan. Bunu həll etmək üçün isə biz başqaları ilə olan münasibətlərimizdə qarşılıqlı anlayışla, sərhədlərimizi quraraq sağlam münasibət qura bilərik. Başa düşmək lazımdır ki, insanları idarə etmək mümkün deyil. Onları idarə etməyə çalışmaq daha da aqressiyanın artmasına və başqa problemlərin də yaranmasına yol açır. Lakin hər bir insan özünə görə, öz həyatına görə məsuliyyəti daşıyır. Bir insan sadəcə özü istədikdə öz həyatının məsuliyyətini öz üzərinə alaraq həyatını dəyişə bilər. Bizim isə etməli olduğumuz sadəcə sərhədləri qoymaq və ünsiyyət dilimizi elə bir şəkildə seçməliyik ki, başqaları ilə münasibətimizdə problemlər yaranmasın.